Yeremiya 51-ci fəsil. Rəbb belə deyir: Mən Babildə və Levqamayda yaşayanlara qarşı həlak edici bir külək əstirəcəyəm. Babilə taxıl sovuranlar göndərəcəyəm. Onu sovurub ölkəsini boş qoyacaqlar. Qara gündə hər yandan ona hücum eləyəcəklər. Oxçu kamanını çəkməsin, zirehini geyməsin. Onun cavanlarına rəhm eləməyin, ordusunu tamamilə məhv eləyin. Öldürülənlər Xaldey ölkəsində, yaralılar Babil küçələrində yerə səriləcək. Ancaq İsrailin müqəddəsinə qarşı ölkələri təqsirlə dolduğu halda özlərinin Allahı, ordular Rəbbi, İsrail və Yahuda xalqlarını tərk eləmədi. Babilin içindən qaçın, hər kəs canını qutarsın. Onun günahına görə məhv olmayın, çünki Rəbbin qisas zamanıdır, ona öz əvəzini verəcək. Babil, Rəbbin əlində bir qızıl kasa idi. Bütün dünyanı sərxoş eləyirdi. Millətlər onun şərabını içdi. Ona görə də çılğınlaşdı. Babil, qəflətən düşüb parça-parça olacaq. Onun üçün yas tutun, yarasına məlhəm sürtün, bəlkə şəfa tapar. Babilə şəfa vermək istədik, amma sağalmadı. Onu tərk eləyək, hər birimiz öz ölkəmizə qaydaq. Çünki Babilin hökmü göylərə çatır, buludlara qədər yüksəlir. Rəbb bizə bəraət verdi. Gəlin Allahımız Rəbbin nələr elədiyini Siyonda elan eləyək. Oxları itiliyin, kaman qablarını doldurun. Rəbb Midiya padşahlarını hərəkətə gətirdi. Məqsədi Babili yox eləməkdir. Rəbb öz qisasını, məbədinin qisasını alacaq. Babil divarlarına qarşı bayraq yüksəldin. Keşikçiləri çoxaldın, növbətçiləri öz yerinə qoyun, pusquda durun. Çünki Rəbb Babildə yaşayanlara qarşı həm niyyət qurdu, həm də söylədiyini yerinə yetirdi. Ey axarsuların sahilində yaşayanlar, çoxlu xəzinələri olanlar, axırınız gəldi, vaxtınız yetişdi. Ordular Rəbbi öz varlığına and içdi. Səni çəyirtkə sürüsü ilə dolduran kimi, mütləq əskərlərlə dolduracağam, sənə qarşı zəfər nərəsi çəkəcəklər. Rəbbin məthi. Rəbb qüdrəti ilə yer üzünü yaratdı. Hikməti ilə dünyanı qurdu, dərrakəsi ilə göyləri yaydı. O gurlayanda göydəki sular çağlayır, yerin ucqarlarından buludları yüksəldir. Yağış üçün şimşək çaxdırır, ambarlarından külək çıxarır. Hər kəs ağılsız oldu, bilikləri qalmadı. Hər zərgər düzəltdiyi bütdən utanacaq. Çünki onun tökdüyü büt puşdur, onda nəfəs yoxdur. Onlar boş şey, maskaraçıların işidir, cəza vaxtı məhv olacaqlar. Yaquba nəsib olan isə onlara bənzəməz. Çünki İrs qəbiləsi ilə birgə hər şeyi yaradan odur, onun adı ordular Rəbbidir. Babilin cəzalanması. Sən mənim toppuzum, döyüş silahımsan. Səndən millətləri qırıram, səndən padşahlıqları məhv eləyirəm. Səndən atları və süvariləri qırıram, səndən döyüş arabalarını və minicilərini qırıram, səndən kişi və qadınları qırıram, səndən qoca və cavanları qırıram, səndən gənc oğlan və qızları qırıram, səndən çobanı və sürüsünü qırıram, səndən əkinçini və öküzlərini qırıram, səndən valilərlə vəkilləri qırıram. Amma Babildə və Xaldey ölkəsində yaşayanlara Siyonda elədikləri bütün pis əməllərinin əvəzini gözlərinizin önündə verəcəyəm, Rəbb belə bəyan eləyir. Budur, sənə qarşıyam. Ey həlak eləyən dağ, Rəbb belə bəyan eləyir. Ey bütün dünyanı həlak eləyən, sənə əlimi qaldırıb qayanın başından yuvarlayacağam. Səni yanmış bir dağa çevirəcəyəm. Səndən künc və təməl daşı götürməyəcəklər. Sən əbədi bir viranə olacaqsan. Rəbb belə bəyan eləyir. Yer üzündə bayraq qaldırın, millətlər arasında şeypur çalın. Millətləri Babilə qarşı döyüşə hazırlayın. Urartu, Minni və Aşkenaz padşahlıqlarını ona qarşı toplayın. Ona qarşı bir sərkərdə təyin eləyin. Üstünə çəyirtkə sürüsü qədər atlar göndərin. Millətləri, Midiya padşahlarını,
valilərini və bütün vəkillərini, başçılıqları altındakı bütün ölkələri Babilə qarşı döyüşə hazırlayın. Ölkə titriyib lərzəyə gəlir. Çünki Rəbbin Babilə qarşı niyyəti, oranı sakinsiz bir viranəyə çevirmə niyyəti yerinə yetməlidir. Babil döyüşçüləri vuruşmaqdan əl çəkdi, öz qalalarında oturdu, gücləri tükəndi, ürkək qadınlara döndülər. Yaşadıqları yerlər oda verildi, darvaza sürgüləri qırıldı. Qasid dalınca, xəbərçi dalınca qaçıb, bu xəbəri Babil padşahına çatdırır. Şəhər hər tərəfdən alındı, çay keçidləri tutuldu, qamışlıqlar yandırıldı, döyüşçülər çaşqınlığa düşdü. İsrailin Allahı olan ordular Rəbbi belə deyir: Vaxtı gələndə xırman yeri necə tapdalanırsa, Babil xalqı da elə olacaq. Qısa müddətdən sonra onun da biçin zamanı gələcək. Babil padşahı Navuxodonosor bizi əzib yedi, boş bir qaba çevirdi, canavar kimi uddu, gözəl yeməklərimizlə qarnını doydurdu, sonra bizi qusdu. Bizə və əhalimizə qarşı edilən zorakılıq Babilin başına gəlsin, deyir Sion sakini. Tökülən qanımızın haqq hesabı qoy xaldeylilərdən soruşulsun, deyir Yerusəlim. Rəbbin İsrailə köməyi. Buna görə Rəbb belə deyir: Məhkəmədə işinizə mən baxacağam, qisasınızı mən alacağam. Onun çayını qurudacaq, bulağının suyunu kəsəcəyəm. Babil daş qalaqlarına, çaqqal yuvasına dönəcək. Dəhşət hədəfi olacaq. İstehza ilə ona fit çalacaqlar. Orada heç kəs yaşamayacaq. Xalqı cavan aslanlar kimi kükrəyəcək. Şir balaları kimi nərildiyəcək. Ancaq qızışdıqları vaxt ziyafət düzəldib onları sərxoş eləyəcəyəm. Qoy keflənsinlər, əbədi yuxuya dalsınlar, heç vaxt oyanmasınlar. Rəbb belə bəyan eləyir. Onları quzu, qoç və təkə kimi kəsməyə aparacağam. Babilin sonu. Şeşak necə alındı? Bütün dünyanın qürurlandığı yer necə dəhşətli hala düşdü? Babil millətlər arasında necə dəhşətli hala düşdü? Babili çay basacaq. Onu gürlayan dalğalar örtəcək. Qəsəbələri viran olacaq. Torpaqları heç kəsin yaşamadığı, bəşər oğlunun keçmədiyi quraq bir çölə dönəcək. Babildə bel bütünü cəzalandıracağam. Udduğunu ona qusturacağam. Artıq millətlər ora axın-axın gəlməyəcək. Babil divarı da yıxılacaq. Oradan çıx, ey xalqım. Hamınız canınızı qurtarın. Rəbbin qızğın qəzəbindən qaçın. Ölkədə eşitdiyiniz şayələrə görə cəsarətinizi itirib qorxmayın. Bir il bir şayə gəlir, o biri il başqası. Ölkədə zorakılıq, başçının başçıya qarşı çıxması barədə şayələr yayılır. Buna görə də yəqin ki, Babilin bütlərini cəzalandıracağım günlər gəlir. Bütün ölkə utandırılacaq. Öldürülənləri onun ortasında yerə səriləcək. O zaman yer, göy və onlardakı hər şey Babilin başına gələnlərə sevinəcək. Çünki şimaldan gələn məhv eləyənlər ona hücum eləyəcək. Rəbb belə bəyan eləyir: İsrailin öldürülənlərinə görə Babil də məhv olmalıdır. Necə ki, yer üzündə öldürülən hər kəs Babilə görə məhv oldu. Ey qılıncdan qurtulanlar, qaçın, ləngiməyin. Rəbbi uzaqdan yada salın, Yerusəlim barədə düşünün. Biz utandıq, çünki təhqir eşitdik, üzümüzü rüsvayçılıq örtdü, çünki yadellilər Rəbbin məbədinin müqəddəs yerlərinə girdi. Buna görə də bütlərini cəzalandıracağım günlər gəlir, bütün ölkədə yaralılar inildiyəcək, Rəbb belə bəyan eləyir. Babil göylərə çıxsa da, ucalardakı qalasını möhkəmləndirsə də, məhv eləyənləri üstünə göndərəcəyəm, Rəbb belə bəyan eləyir. Babildən fəryad, Xaldey ölkəsindən böyük qırğın səsi eşidilir. Çünki Rəbb Babili məhv eləyir, onun hayküyünü susturur. Düşmən dalğaları axar sular kimi kükrüyür, səslərinin gürültüsü ucalır. Çünki Babilə qarşı bir məhv eləyən çıxacaq, döyüşçüləri əsir tutulacaq, kamanları qırılacaq. Çünki Rəbb əvəz verən bir Allahdır, mütləq cəzalandıracaq.
Babil başçılarını, müdriklərini, valilərini, vəkillərini, döyüşçülərini elə sərxoş eləyəcəyəm ki, əbədi yuxuya dalacaq, heç vaxt oyanmayacaqlar. Adı ordular Rəbbi olan padşah belə bəyan eləyir. Ordular Rəbbi deyir, Babilin qalın divarları yerlə yeksan ediləcək. Uca darvazaları oda veriləcək, xalqlar boş-boşuna zəhmət çəkir, ümmətlərin çəkdiyi əziyyət oda təslim ediləcək. Yeremyanın sözünün Babilə çatması. Yahuda padşahı Sidqiyanın padşahlığının 4-cü ilində ordu təsərrüfatçısı Maxseya oğlu Neriya oğlu Seraya Sidqiya ilə birgə Babilə gedərkən Yeremya peyğəmbər ona bu əmri tapşırdı. Yeremya Babilin başına gələcək bütün fəlakətləri, Babil barədə yazılmış bütün bu sözləri bir tumara yazdı. Yeremya Serayaya dedi, Babilə çatanda bütün bu sözləri oxumağı unutma. De ki, ya Rəbb, buranı dağıdacağını, içində insanın da, heyvanın da yaşamayacağını, ölkənin əbədi viran qalacağını söylədin. Bu tumarı oxuyub qutaranda sən ona bir daş bağlayıb, Fərat çayının ortasına at və söylə. Qoy Babil də belə batsın və mənim onun başına gətirəcəyim fəlakətdən bir daha çıxa bilməsin. Qoy onlar taqətdən düşsün. Yeremyanın sözləri bura qədərdir.